Mən həyatımı vətənimə həsr etmişəm. Ailəmdən uzaq qalsam da, dostlarımın, tanışlarımın xeyirlərində, şərlərində iştirak edə bilməsəm də, vətənimin keşiyində dayandığım, bu torpaqlarda yaşayan hər kəsi müdafiə etdiyim üçün özümlə fəxr edirəm. Anadan olub, böyüyüb, boya başa çatdığım torpağımı mən qorumasam, sən qorumasan kim qoruyacaq, deyə Lətifov Fərid Qiyasoğlu deyirmiş. Fərid 2001-ci il oktyabr ayının 10-da Şəkidə anadan olmuşdur. Yaşadığı kənddə tez-tez hərbiçiləri görən Fərid, hələ uşaqlığından hərbi formaya vurulmuş, vətən eşqi ilə alışıb yanırmış. Şəki şəhəri 20 saylı tam orta məktəbində təhsil həyatına başlayan Fərid, müəllimlərinin böyüyəndə kim olacaqsın sualına hər zaman mən böyüyəndə əskər olub düşmənlərimizə qalib gələcəm deyirmiş. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Fərid, nəhayət arzusunda olduğu hərbi formanı geyinir. Nizam-intizamı, fiziki göstəriciləri ilə fərqlənən Fərid, qısa müddət ərzində həm komandirlərinin, həm də əskər yoldaşlarının hörmətini qazanır. İkinci Qarabağ müharibəsinin ilk günlərindən silaha sarılan Fərid əfsanəvi döyüş yolu keçir. Xocavəndin, Şuşanın, Kəlbəcərin, Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənən Fərid, düşmənin çoxsaylı canlı qüvvəsini məhv edir. Müharibə bitdikdən sonra göstərdiyi qəhrəmanlıqlara görə Xocavəndin, Şuşanın, Kəlbəcərin, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilir. Müharibədən sonra yenidən öz xidmət yerinə qayıdan Fərid, yeni gələn gənc əskərlərə vətən sevgisini aşılayır. Fərid 2022-ci il sentyabrın 14-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən geniş miqyaslı təxribatın qarşısının alınması zamanı şəhadətə ucalır. Ölümündən sonra Vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Şəhid Lətifov Fərid Qiyasoğlu Şəki Şəhidlər Xiyabanında torpağa tapşırılır.